Salam uşaqlar, axşamınız xeyir olsun. Sizə Abituriyent jurnalında olan sınağı izah edirəm. Dinləmə suallarını yox. Başlayıram 5-ci sualdan. Baxaq, oxuyaq. We are pleased to invite students. Pleased məmnun olmaq deməkdir. Biz məmnunuq, invite dəvət etmək. Şagirdləri, teachers, müəllimləri və ailələri. Deməli, bunlar dəvət eləmədə məmnundular. Hara? To the official opening, rəsmi açılışına of the Bright Minds Learning Center. Parlaq zəkalar öyrənmə mərkəzi, yəni kursdur da. On Sunday, November 10th. Noyabrın 10-u şənbə günü açılır. This Modern Education Club, bu müasir təhsil mərkəzi klubu, offers, təklif edir, advanced courses, yüksək səviyyəli qabaqcıl kurslar, in science, elmlər, dillər və rəqəmsal savadlılıq, literacy savadlılıqdır. Qonaqlar, tour, baş çəkmək, gəzmək, gezdə qonaqdır. Gəzə bilərlər, mərkəzin high-tech, yüksək texnologiyalı sinif otaqlarını, meet, görüşə bilərlər, professional instructors, təlimatçılar və learn about, öyrənə bilərlər, exciting, həyəcanlı, akademik proqramlar haqqında. Və registration, qeydiyyat, discounts will be, discounts endirimlər. Qeydiyyat endirimləri olacaq tədbir ərzində. Hansı görə düzdür? A-da deyir ki, valideynlərə öyrədiləcək. Mobil proqramlar necə istifadə olunur? Belə bir şey oxuduq? Yox. B-də deyir sports competition. Ümumiyyətlə, burada idman haqqında heç nə yoxdur. B variantı ola bilməz. C-də deyir ki, şagirdlər qeydiyyatdan keçə bilər noyabrın 10-u. Xeyr, noyabrın 10-u tədris mərkəzinin açılışıdır. Qeydiyyat həmin gün deyil. Sadəcə qeydiyyata endirimlər olacaq həmin gün. D-də deyir ki, sağlam və təhlükəsizlik seminarı keçiriləcək müasir tədris klubunda. Xeyr, belə sağlamlıq sözünü gördünüz? Yox. Qidalamaya aid, idmana aid heç nə yoxdur. Y-də isə deyir ki, yeni tədris mərkəzinin açılışı qeyd olunacaq həftə sonu. Həftə sonu demək, bəli, Sunday'dir. Sonra tədris mərkəzi demək, bəli. Burada Learning Center yazır, burada da Education Center. Sinonimdirlər. Yəni cavab Y. 6-cı sual. Bizə qoşulun illik, annual illikdir. Balcaladım, bütün görünsün. İllik 2026 sərgisinə şənbə günü, şənbə günü Saturday'dir, 5-ci sual Sunday, bazar günüdür. Onu səhv demişəm. Oktyabrın 4-ü şəhər konvensiya mərkəzində. Discover, kəşf edin, groundbreaking innovations, çox gözəl, yəni yenilikçi innovasiyaları, süni intellektdə, smart cities, ağıllı şəhərlərdə, space technologies, kosmik texnologiyalar and wearable devices, geyinilə bilən cihazlar. Baxın, buradakı düşə bilər bu. Wearable devices, geyinilə bilən cihazlar nə deyir? Ağıllı saatı, qulaqlığı və s. Sonra deyir bu tədbir leading scientists, qabaqcıl alimləri. Qabaqcıl alimləri, mühəndisləri, şagirdləri bir yerə gətirir ki, to shape, formalaşdırsın the future of technology, gələcəyin texnologiyasını. Sonra deyir ki, interaktiv workshop masterclassdır. Masterclassları qaçırmayın və şansı qaçırmayın ki, ən yeni texnoloji gadgets nə idi? Yaşlı kitabda var idi, kiçik alətlər. Kiçik alətləri sınaqdan keçirin, onlar marketə çatmamış. A-da deyir ki, illik sərgi keçiriləcək winter, qışda. Axı bu deyir oktober, payızdır, oktyabr, qış deyil ki, bu deyil. B-də deyir ki, interaktiv workshoplar, yəni masterclasslar have been cancelled. Bax, bu söz var ha, cancelled, təxirə salınacaq. Xeyr, keçiriləcək. C-də deyir ki, yeni texnoloji sərgi keçiriləcək. Bəli, bu düzdür. 7-ci sual. Yerlər hələ də mövcuddur, fevral, xizək səyahəti üçün. Amma bütün qeydiyyat formaları must be handed. Hand əl deyil, handeddə əlbəəl təhvil verilmək. Təhvil verilməlidir yanvarın 31-nə qədər. Sonra deyir student ID, ID yazılan identity carddır, yəni şəxsiyyət vəsiqəsi. Şagirdin şəxsiyyət vəsiqəsinin kopyası formaya, yəni o arayışa must be attached, yəni yapışdırılmalıdır, daxil edilməlidir. Yoxsa qəbul edilməyəcək, it will not be accepted, qəbul edilməyəcək. Şagirdlər kim ki tələb olunan sənədləri yerinə yetirməyiblər, don't submit, yerinə yetirməyiblər. By the deadline, deadline son vaxtdır, limit vaxt. Onların səyahətə qoşulmağı qəbul edilməyəcək. A-da deyir ki, şagirdlər öz şəxsiyyət vəsiqələrini gətirməlidirlər özlərinə. Gətirməli deyirlər, sadəcə kopyasını formaya yapışdırmalıdırlar, o doldurduqları formaya. B-də deyir ki, şagirdlər fevraldan əvvəl xizək səyahəti üçün müraciət eləməlidirlər. Hə, düzdür. Deyir yanvarın 31-nə qədər, deməli fevraldan əvvəldir, yəni B. Sonra bu mətni oxuyuram. Söz deməyəcəm, video çox uzun olur. Gustav Klimt məşhur Avstraliyalı rəssamdır. 1862-ci ildə 1918-ci ilə qədər yaşayıb və ən təsirli rəssamlarından biri olub o zamanların. Artist və painter sözü ikisi də rəssamdır və sinonimdirlər, bilin. Viyanada dünyaya gəlib, Viyana məktəbində oxuyub, incəsənət və əl işi, Craftın yəni məktəbində. O, ənənəvi yolla necə rəsm çəkməyi öyrənmişdi, amma sonralar Klimt öz stilini yaradır. O, köhnə qaydalara əməl etmir. Onun rəsm əsərləri, duyğuları və yəni feelings, hissləri və gözəl dekorasiyaları, simvolları özündə əks etdirirdi. Klimtin rəsmləri parlaq boyalar, qızıl və detallı dizaynlar istifadəsinə görə tanınırdı. O tez-tez
insanları realistik yolla çəkirdi və ora yaradıcı rəngarəng arxa fonlar əlavə edirdi. Background arxa fon. Onun rəsm əsərləri baxın, itirdim yerini. Sevgi haqqında, gözəllik haqqında, həyat haqqındaydı. O qızıl və parlaq bəzəklər istifadə edirdi. Bizans mədəniyyətindən, incəsənətindən ilhamlanmışdı. Inspire, ilhamlanmaq. Onun qadınlar haqqında portretləri xüsusilə məşhur idi gözəlliyi və zərifliyi ilə. Onun tanınmış məsələlərin adını tərcümə eləməyəcəm. Kiss, sonra Adel Blocher-Bour'un portreti və s. Həyat ağacı və s. bu portretləri məşhur idi. Bu əsərlər sevgi və təbiəti göstərirdi, insanları göstərirdi. Bugün Klimt hələ də öz xüsusi stilinə və güclü emosiyalarına görə tanınır, yəni incəsənətdə istifadə elədiyi. Bir çox insanlar hələ də onun gözəl rəsmlərinə heyrandılar. A-da deyir ki, 8-də deyir ki, mətn haqqındadır. A. Məşhur Avstraliyalı rəssam. Elə budur da. Cavabı. Artist rəssamdır, painter də Avstraliyalıdır mı? Bəli, Avstraliyalıdır. Birinci cümlədə deyir. 9-da deyir hansı səhvdir? A. Sevgi, həyat, sevgi və elegantlıq Klimtin işlərinin temalarıdır. Bəli, düzdür. B-də deyir ki, Bizans mədəniyyəti Gustav Klimtin əsərlərinə təsir edib. Bəli, bunu dedim bayaq. C-də deyir ki, Klimtin əsərləri hələ də dünyada insanları valeh edir. Bəli. D-də deyir ki, həyat ağacı onun məşhur işlərindən biridir. Düzdür. Y-də isə deyir ki, Klimt qızıl və detallı dizaynlar işlətməkdən refused to. Bax, bir dənə bu söz cümləni çevirir, inkar, refuse et yazma. İmtina etmişdi. İmtina etməmişdi, istifadə edirdi qızıl detallar. 10-cu sual. Klimtin incəsənətini başqalarından fərqləndirən nə idi? Fərqləndirən nə idi? Deyirdi ki, o parlaq rənglər istifadə edir, qızıl rənglər. Biri 3-dür, biri də 2-dir. Onun orijinallığı və dərin emosiyaları. 2 ilə 3. Məsələn, biri də deyir ki, onun ənənəvi yanaşması, yox, ənənəvi yanaşmanı rədd etmişdi. 4-də deyir ki, onun xəyali insan portretləri. Axı o deyirdi, real çəkir, xəyali çəkmir. Ona görə cavab 2, 3, yəni B. 11-ci sual. Gustav Klimt hansı doğrudur? A-da deyir ki, 21-ci əsrin məşhur rəssamıdır. Baxaq görə 21-ci əsrdir, yox. 1918-ə qədər yaşayıb, deməli maksimum düşür 20-ci əsrə. 21-ci əsr deyil. B-də deyir ki, orijinal stili var idi, simvollar və bəzəklərdən istifadə edirdi. Bəli, bu düzdür. C-də məsələn deyir ki, Viyana İncəsənət Məktəbini Left tərk edir. Xeyr. D-də deyir ki, təbiətdən esinlənməyib də, yəni harada cümləni inkara çevirir axı, təbiət ona təsir eləməyib. Xeyr. Y-də də deyir ki, ənənəvi metodlar istifadə edirdi, yox, orijinal metodlar, özünə məxsus. 12-ci sual, hansılar düzgündür? 1. Qadın portretləri öz şarmına görə seçilirdi. Bəli, bayaq dedi ki, gözəlliyinə, elegantlığına görə seçilir. 2-də dedi ki, sadə, plain, boş sadə fonlar işlədir. Elə deyil də, qızılı, orijinal. 3-də deyir ki, discouraged, yəni ruhdan düşüb Bizans imperiyasına görə encouraged olmalıydı. Dis verilən cümləni mənfi yöndə inkara çevirir. 4-də isə deyir ki, təbiətə insanlara verdiyi dəyər işlərində əks olunur. Bəli, 1-4. Nəhayət qrammatik suallar. 1-də deməli, eni deyə bilməliyik. Eni boş niyə işlənsin ki? Deyir ki, heç qəzanı görüb, kim görüb, kimsə deyər də, enidən sonra isim gəlməliydi. 2 olanları çıxardıq, işimiz biraz rahatlaşsın. Bizə qaldı A ilə D. A ilə D-yə baxanda görürük ki, 1 düzdür. Hamınız qəzanı görmüsünüz. Bəli, 1 otura bilər orada, düzdür, tərcüməsi düzdür və 4 də düzdür. Qaldı bizə 5 və 3. 3-ə baxaq, anybody sual cümləsidir, düz gəlir. 5-ə baxaq, some. Some isimsiz işlənib və sual cümləsidir. Nə işi var burada? Some ancaq təklif bildirən sualda olur. Ona görə 1 və 3, 4. 14-cü sual. Decide-dan sonra to-lu fiil gəlir. Decided to start running. İkinci tərəfdə keep-dən sonra ing-li fiil gəlir. Yəni B variantı. 15-ci sual. Mürəkkəb isimlər. Cavab elə A-dır. B-də patience sözü. Yaxınlaşdırım. Ens şəkilçisi var, düzəltmədi. D-də interview. Yox, interview yox. Accident-ə görə accident düzəltmədi. Sonra Y-də shopping düzəltmədi. C-də də imagination combination düzəltmədi. Cavab A. 16. Boz of the. Bozun xəbəri həmişə necə olur cəm? Burada bir dənə cəm xəbər var, o da C-dir. 17-də. Yazdığımız zamanlar birbiri ilə uzlaşmalıdır. Məsələn, D-də deyir ki, voz keçmiş zaman, bir gələcək zaman uzlaşmır. A-da keçmiş bitmiş, indiki bitmiş uzlaşmır. Keçməmişik bunları, amma deyirəm, yadınızda qalar inşallah. B-də gələcək zaman, indiki zaman. A sonuncusu keçmiş zaman uzlaşmadı. Y-də indiki keçmiş, indiki uzlaşmadı. Amma C-yə baxın, voz keçmiş, were keçmiş, heard keçmiş. Hamısı birbirindən uzlaşdı. 18-ci sual. Deməli, asan yerlərlə baxaq. 3-də maç var. Maçdan sonra nə gəlməlidir? Müqayisə dərəcəsi. Search susuz deməkdir. Adi dərəcədir. Maçdan gələ bilməz. A çıxdı. Adı 3 var. Maç var. C çıxdı. Qalsın o birlər. Sonra nəyə baxa bilərik? Very ola bilər. Only a little. Mənaya görə baxmalıyıq. Biri qoyanda deyir ki, quiet tamamilə deməkdir. Zərfin içində var bu söz. Keçmişik. Biz hamımız susuz idik tamamilə. Amma yalnız biraz su qalmışdı. İçməyə butulkada. Bəli, düz gəlir. 4-ü də qoyanda deyir ki, biz çox susuz idik, amma çox su qalmamışdı. Not much.
Çox değildi. Amma 2-ni qoysaq deyir ki, biz hamımız çox susuz idik, amma much water, çox su qalmışdı. Daha niyə amma deyir ki? Ziddi olmur axı fikirlər. 1-dən 4. 19-cu sual. Hansılar məhsul verilmiş cümlə məhsul növüdür? Keçməsəydi izah edeyim bunu. The secretary will send you your examination results. Məlum məhsula çevirəndə məlum növün tamamlığını məhsul növə aparıb mübtədaya çeviririk. Qabağa gətiririk. Burada 2 dənə tamamlıq var. Tamamlığı harda tapırdıq feildən sonra? Send feildir. Senddən sonra you birinci tamamlıq, your examination results ikinci tamamlıq. Burada 4 dənə cümlə verdiyinə görə bir dəfə bu tamamlıq gələcək, bir dəfə o bir tamamlıq. Məsələn, 4-cü cümləyə baxın. Sekretary mübtədaydı, yenə qalıb mübtəda. Deməli bu deyil də. A çıxdı, Y çıxdı. Sonra hansını çıxarda bilərik? İkinci suala baxın. İkinci cümləyə. Sizin imtahan nəticələriniz katibəyə göndəriləcək. İmtahan nəticəsini katibəyə niyə göndərsin? Axı cümlədə deyir ki, katibə imtahan nəticəsini sizə göndərəcək. Biz də deməliyik ki, sizə göndəriləcək də. Nəticəni şagirdlərə göndərərlər. 2 buna görə səhvdir. Biri 1 qaldı, bir də 3 qaldı. Keçəndən sonra bunu detallı başa düşərsiniz inşallah. 20-ci sual. Az qaldı. 20-də daivlə həmişə into olur. Sonra digər tərəf tərcümə ilə qoyuruq. Deməli deyir ki, onsuz into bir dənə A variantında var. John gölün dərinliyinə enə bildi. Uzun uzadı məşqlərdən sonra. Məşqləri eləyib sonra. İkinci tərəfi tərcümə lazımdır. Cavab. 21-ci sual. Qatar saat 6-ya qədər təxminən 6-da çatacaq. B-də kəndir. Biz bunu keçəcəyik. Kən modal fiili tu ilə işlənə bilmir. C-də about-un yanında tu gəlməli idi. D-də may modal fiildir. Tu ilə işlənə bilmir. Y-də have to niyə olmur? Çünki qatar tək isimdir. Have cəm xəbərdir. Həz olmalı idi. Cavab. 22. 22 tərcümədir. Deyir ki, imtahandan qabaq yaxşı nöqtələr vacibdir. Yaxşı nə vacibdir? Yaxşı hazırlaşma. Y variantı. Preparation, hazırlaşma. 23-cü sual. Altına xətt çəkilmişsin. Close meaning, yaxın mənalısını yazın. Decrease, azalmaq. 1-də 1-dir. Reduce, azalmaq. 3, cut down. 5, lower. Bunlar hamısı azalmaq, enmək. 1, 3, 5. Qeyd edilən bir yerə yadınızda qalsın. 24-cü sual. Put off təxirə salmaqdır. Put something off. Nəyisə təxirə salmaq. B variantına baxın. Qərara gəlirsən ki, nəyisə at a later time. Başqa bir vaxt eləyəsən. Yəni 1B. Provide təmin etmək. Təmin etmək nədir? Kiməsə bir şey verirsən də, onu nəyinəsə təmin edirsən. C-yə baxın. Give something to somebody. Kiməsə nəysə vermək. Sonra 3-cü söz cope-with. Cope-with öhdəsindən gəlmək. A-ya baxın. Manage idarə edir çətin vəziyyəti və ya problemi. Onu idarə edikdə onun öhdəsindən gəlir. 3-də qaldı A. İndi variantda baxarsınız. 25-də deyir ki, opposite meanings əks mənalılar. 23-də deyirdi close meaning yaxın mənalı. 25-də opposite meaning əks mənalı. 1 awake oyanmaq, əslib yatmaq. 1 düzdür. 2 honest dürüst, truthful da dürüst. Bunlar sinonimdirlər. 4-də deyir memorable, unudulmaz, forgettable, unudulan. 1 də budur. 5-də isə amazing, fascinating, ikisi də möhtəşəm, heyrətamiz deməkdir. Bu qədər. Uğurlar sizə. Başa düşmədiklərinizi yazın mənə, soruşun.